İndi olduğun Fərhad olmaq istədiyin Fərhaddır. Mən 4 il bundan əvvəlki Fərhadla indiki Fərhad arasında heç bir fərq yoxdur. Çünki mənim 4 il yarım ki o səhifəmdə olan videoları görsəz və indiki videoları görsəz heç bir fərq görməyəcəksiniz. Əgər görən biri varsa, hiss edən biri varsa, mənə desin ki, Fərhad sən dəyişilmisən. Mən dəyişilməmişəm, nə də dəyişmək kimi fikrim yoxdur. İndi belə bir şeydir. Çünki insanlar məni belə sevirlər. Dəyişilmək fikrim yoxdur. Bəli. Amma insan dəyişdikcə daha yaxşı olur da. Məsəl üçün deyirik ki, özünün daha yaxşı versiyasına çatmaq. Mən onsuz da bu dəqiqə özümün daha yaxşı versiyasındayım özümə görə. Yəni mənim çox zirvələrdə və ya başqa bir şeylərdə gözüm yoxdur. Özümdən daha çox kütlənin sevdiyi bir tərəf olmaq istəyirəm. Çünki mən kütlə məni bu yerə gətirib çıxardıb. Mən bura boş yerə gəlib çıxmamışam. Ona görə də mən hər zaman kütləyə də, sizə də, sizin kimi bir çox insanlara da hər zaman borcluyam. O bütün neqativ videoların arasında səni görməkdən əlbəttə ki, xoşuq. Belə insanlar da TikTok platformasına lazımdır. Bəziləri qayıdıb deyəndə ki, TikTok bağlansın. Mən əksinə deyirəm ki, niyə bağlansın ki? Siz düşüncənizi dəyişin. Bax, mənim də bal-hazırda TikTok platformasına getmək istəyən çox insanlar var. Çünki mən onlara sərf eləmirəm. Nə mənə sərf eləmirəm? Bax, tənqid və ya təhqir yazan insanlar elə bir cavab verirəm ki, birbaşa genetik kodlarını alt-üst eləyir. Bax, elə insanlar var ki, bax, narkomaniyanı təbliğ eləyirlər platformada. Olan əleyhinə danışıram. Bu hər şey mənim izləyicilərim üçündür. Bunun içərisində gənc də var, böyük də var, bütün yaş kateqoriyasında olan insanlar var. Əslində mənim orada olmağım bir çox insanlara çox mənfi təsir bağışlayır. Amma baxmayaraq ki, mən yenə oradayam, yenə onlarla mübarizə aparıram. Tək özüm yox, mənim izləyicilərimdən bir yerdə.